Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu gün çox gözəl, mükəmməl dadı malik olan, maraqlı, qeyri-adi bir şərbətli keks hazırlamışam. Hazırlama qaydasını sizlərlə bölüşmək istədim. Odur ki, keçək hazırlama qaydasına. Qaba 1 stəkan şəkər tozu, 3 ədəd də yumurta əlavə edirəm mikserin qabında və mikserlə qarışdırıram. Yumurtalar burada ağlı sarılı istifadə eləmişəm. Yumurta həcmi artana qədər, ağarana qədər qarışsın mikserdə. Mən bu arada kişmişləri yumuşam. 1 stəkan kişmişi yuyub suyunu çəkmişəm dəsmal arasında. Üzərinə 1 çay qaşığı un əlavə edib qarışdırıram kişmişi. Yəni keksin xəmirinə istifadə edəcəm. Unu ona görə qatmışam ki, deməli unu qatmayanda çox vaxt kişmişlər xəmirin dibinə çökür. Amma unu qarışdıranda elə dibinə çökmə ehtimalı az olur. Yumurta qarışıb həcmi artdıqdan sonra üzərinə yarım stəkan duru yağ, yarım stəkan da süd əlavə edib biraz qarışdırıram. Daha sonra ununu əlavə edirəm. Burada mən 2 stəkan yarım un istifadə edirəm bu keks üçün. 1 paket qabartma, 1 paket də vanil. Bunları da əlavə edəndən sonra mikserin çox zəif gözündə qarışdırıram. Hələ mən burada video çarxı biraz itiləşdirmişəm. Belə iti görünür. Belə normalda isə zəif xodda qarışdırıram xəmiri. Ki çox iti xodda qarışdırsam xəmir rezin kimi olar ona görə. Biraz tam hiss elədim ki, un qarışdı. Qarışım yumurtaya. Mikserdən götürürəm qabı və əlimlə də kənarlarını rahat qarışdırıram ki, tərkibində kənarlarında unu qalmasın. Topa-topa, yəni un qalmasın da. Burada spatula ilə də qarışdırıram və üzərinə kişmişi əlavə edirəm. Kişmişdən də biraz saxlayıram ki, keksin qaba əlavə edilməsi üstünə səpəcəm. Keks qabını burada yağlamışam, daha sonra unlamışam ki, keksimiz qabdan rahat çıxsın bişəndən sonra. Əlavə edirəm qaba, hansı ki biraz kişmiş saxlamışdım. Həmən kişmişləri də üzərindən səpirəm və 170 dərəcəli qızdırılmış, əvvəlcədən qızdırılmış sobaya göndərirəm bişsin. Bizim burada keksimiz hardasa 25-35 dəqiqə arası. İndi hər kəsin qazının sobasına görə dəyişə bilir dəqiqələr. 25-35 dəqiqə arası bişməlidir bu kekslər. Keksimiz bişənə qədər şərbətini hazırlayıram. Deməli, yarım stəkan vişnə var mürəbbəsinin suyu, yarım stəkan da su. Qarışdırıram bunları bir-birinə. Hazır şərbəti qoyuram ki, keksin üzərinə islatmaq üçün. İndi siz şirinliyini çox istəsəniz, şərbətini biraz artıq eləyə bilərsiniz. Məsəl üçün 1 stəkan mürəbbə suyu, 1 stəkan da adi su qarışdırıb istifadə edə bilərsiniz. Keksimizin bişib-bişməməsini çöp vasitəsilə yoxlayıram. Əslində peçdə, sobada yoxlamışdım. Sadəcə lentə aldım ki, sizə də göstərim ki, yəni çöp vasitəsilə yoxlayıram ki, bişib. Daha sonra dəliklər açıram. Üzərindən hazırladığım şərbəti əlavə eləyirəm. Bütünlükdə hamısını. Yenə də deyirəm ki, siz istəsəniz şərbətini biraz artıq eləyə bilərsiniz, bol eləyə bilərsiniz. Təsəvvür edin ki, vişnə mürəbbəsinin suyu, şərbəti çox gözəl dad verir bu keksə. Şərbətini əlavə eləyəndən sonra keksin tam istiliyi demək olar keçdi. Biraz çox qaynar deyil, çevirirəm qaba. Gördüyünüz kimi, baxın, kənarlarından şərbəti hiss olunur. Sonda üzərinə şəkər pudrası ələyirəm. Bunun fərqi yoxdur. Şokolad da əridə üzərindən glazur gəzdirə bilərsiniz. Şəkər pudrası da indi zövqdən asılıdır. Mən şəkər pudrasından istifadə elədim. Daha sonra kəsib servis edirəm. İnanın əziz xanımlar, o qədər dadlı, o qədər gözəl, ləzzətli, çox gözəl ətri gəlir. Baxın, adi kişmişli keks kimi adam bunu fikirləşə bilər, amma o vişnə mürəbbəsinin şərbəti buna o qədər gözəl dad verib. Belə meyxoş, turşməzə dadı var. Çox gözəl dadı var bir sözlə. İnşallah siz də hazırlayın. Yəni çox çətin bir şey deyil. Yəni vaxt aparan bir şey deyil. Çox tez başa gələn və demək olar az ərzaqla başa gələn şirniyyatdır. Bu arada bəyənməyi də unutmayın.